lazım. Axı o alçaq başqa əşraflıqlar da törədə bilər. Heç olmasa Ruda Balets yadınıza salın. Lebedinskin yanına sizdən gələn o adam idi. Hə? Danış, səndən Lebedinskin yanına o gəlib. 16 yaşlı qızı kefləndirib, namusunu ləkələyib. Qız ayılandan sonra özünü 9-cu mərtəbədən atıb, dözə bilməyib, yadındadır. SSR-nin bəzi ölkələrində qadağan edilən Azərbaycan filmi İstintaq. Film 1979-cu ildə real hadisələr əsasında çəkilib. Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru isə Rasim Ocaqovdur. Filmdə Həsən Məmmədov, Aleksandr Kalyagin, Şəfiqə Məmmədova, Rasim Balayev, Həsənağa Turabov, Yelena Smirnova, Dadaş Kazımov, Ağasadıq Karaybəyli, Mirzə Babayev kimi tanınmış simalar rol alıblar. Toy səhnəsində isə Cavan Zeynallı, Tələt Rəhmanov, Lətifə Əliyeva, Taryel Qasımov və başqaları çəkiliblər. Açılır süfrələr, düzülür töhfələr. Gəlin, gəlin bugün bizə. Çal, çal, çal. Takamanı bir hava çal, 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 çal. Bir onak şəri hava çal, 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 çal. Oynasını qaynatalar, çal, çal, çal. Oynasını qaynatalar, çal, çal, çal. Toy oğlan qız oynasın, çal, çal, çal. Bütün məclis oynasın. Hadisələr ötən əsrin 60-cı illərində cərəyan edir. Həmin dövrdə Rüstəm İbrahimbəyovun bir dostu həbs olunur. Yazıcı onunla həbsxanada tez-tez görüşür və bu söhbətlər əsasında istintaq əsəri yaranır. Əsər əvvəlcə teatr səhnəsinə qoyulur. Tamaşada başrolları Məlik Dadaşov və Hamlet Xanizadə ifa edir. İşin nə fərqi var? Bilmirəm, gülə bir şey alır. Yaxşı. Yadından çıxartma, 9-unacan işi xətm elə getsin. Film çəkilərkənsə əvvəlcə Hamlet Xanizadənin çəkiləcəyi planlaşdırılsa da, Rasim Ocaqov müstəntiq roluna Aleksandr Kalyagini dəvət edir. SSR-də çox məşhur olan aktyoru razı salmaqsa asan olmur. Kalyagin şərt qoyur ki, çəkiliş pavilyonları Bakıda yox, Moskvada qurulsun. Uzun çətinliklərdən sonra buna icazə alınır və çəkiliş heyəti təxminən 2 ay Moskvada qalmalı olur. Kalyagin teatrda işlədiyi üçün çəkilişlər əsasən gecələr aparılırdı. Bəzən bir həftə ərzində heç bir kadr çəkmək mümkün olmurdu. Film Bədii Şuranın qərarı ilə SSR Kinematografiya İttifaqına təqdim olunur. Lakin Moskvadan rədd cavabı gəlir. Səbəb isə açıq idi. SSR-də korrupsiya yoxdur, deyə bildirirlər və filmin göstərilməsi üçün 25-28 kadrın dəyişdirilməsini tələb edirlər. Teymurgilə, Sırağa gün Sevdanın nişanı idi. Dayına gətirməmişdilər. Bir komplekt brilyant əlasından. Sırğa, üzük, boyunbağı, ömrümdə eləsini görməmişim. 12 çimadan cürbəcür hədiyyələr, gümüş qab-qacaq, qəşəng parçalar, şuba. Elə 15 cüt ayaqqabı vardı. Hə, ayın 9-unda toyudur, gerək biz də bir şey. Para! Otur. Bundan sonra filmin direktoru Cəmil Əlibəyov və Kinematografiya Komitəsinin sədri Azad Şərifov filmi Heydər Əliyevə göstərmək qərarına gəlirlər. Filmi izləyən Heydər Əliyevin Moskvaya etdiyi bir zəngdən sonra vəziyyət dəyişir. 69-cu ildə bir respublikanın rəhbəri kimi, bir siyasi xadim kimi apardığım siyasi demək işin, xəttin kinoda əksi idi. Buna görə də buna nə kömək etmək? Mən bunu istəyirdim edəm. Ancaq buna nə qədər mani olanlar vardı. Moskvada da bırakmırdılar. Onlar dedilər, belə şey olmaz. Siz bundan belə göstərirsiniz ki, bəli, bizim bu inzibati orqanlarda, hüquq mühafizə orqanlarda rüşvətxorlar var, bu ola bilməz. Cəmi 4-5 kadr düzəliş edilir və film Moskvada 1-ci dərəcə alır. Beləliklə, SSR ekranlarına çıxması üçün yaşıl işıq yandırılır. Əgər indi siz həqiqəti desəz, biz istintaqı təzədən başlayarıq. Məhkəməyə qədər sizi evə buraxarıq. Söz verirəm ki, məhkəmə sizin keçmişinizi nəzərə alacaq, cəzanızı yüngülləşdirəcək. Müstəntiqlərin peşəsi həmişə söz verməkdir. Mən söz verməyə də bilərdim. Ümumiyyətlə, sizlə bu söhbəti aparmaya da bilərdim, sabah işi verəcəyəm məhkəməyə. Bu sizin üçün son imkandır, yəni bunu da başa düşmürsünüz. Filmin son görüş səhnəsində Kalyagin rola o qədər girir ki, boğazındakı kiçik damarlar partlayır və qan gəlir. Odur! Səndən soruşuram, odur! Mənə sənin ancaq təsdiqin lazımdır. Odur! Sənin təsdiqindən sonra mənim öz bildiklərim yuridik fakt olacaq. Odur! Cavab ver, odur! Odur. Deməli,
Əvvəlki ifadələrinizin əksinə olaraq boynunuza alırsınız ki, 69-cu il iyul ayının 16-sında mehmanxanaya Lebedinskinin nömrəsinə gələndə sizin yanınızda bir nəfər də olub. O adamın familiyası. Filmdə rol alan uşaqlar isə xüsusi seçimlə dəvət olunublar. Çəkilişlər Bakıda, Əhmədli qəsəbəsində, Axundov bağında və Novxanıda aparılıb. O dövrdə SSR-də korrupsiya və banditizm mövzusunda film çəkmək olduqca riskli idi. Hətta Özbəkistan və Ukrayna filmin öz ölkələrində nümayişinə qarşı çıxırlar. 1980-ci ildə Düşənbədə keçirilən 13-cü Ümumİttifaq Kino Festivalında film yaradıcı heyətlə birlikdə baş mükafata layiq görülür. 1981-ci ildə isə film SSR dövlət mükafatı ilə təltif olunur. İndi fikrin nədir? Sanksiya alıb, hər ikisini həbs eləmək. Hələlik. Yoxsa şübhəm var. Heç danışdığını bilirsən? Bilirsən onlar kimdir? Özlərindən küsünlər. Bəs sən Allah. Əgər sənin mülahizən təsdiq olunsa, heç bilmirəm bunun axırı nə olacaq. Bugün Yelena Smirnova Moskvada yaşayır. Aleksandr Kalyagin isə etc. teatrına rəhbərlik edir. Filmin musiqisi isə Emin Sabitoğlu tərəfindən bəstələnib. Bu musiqi bəzən Paul Mauryatın simpati əsəri ilə səhv salınsa da, əslində onlar tamamilə fərqli səslənir. Təxminən 250 min manat. Deməli, hələ 1 milyona yaxın pulunuz qalmalıdır. Əgər elədirsə, onda bu milyonu harda gizlədirsiniz? Məndə pul yoxdur. Neyim vardısa xərcləmişəm. Bəlkə bağ, ev almısınız? Yox. Qiymətli şeylər, qızıl, valyuta. Azərbaycan kinosunun gizli qalan tərəflərini birlikdə kəşf etmək üçün abunə ol və bizi izləməyə davam et.